İndiyənə kimi çəkdiyimiz videolar vasitəsilə Quranın necə qüsursuz bir yazı sistemə sahib olduğuna çoxumuz şahid olmuşuq. Bunun örneği məsələn keçən videoda bəhs etdiyimiz mövzulardan biri Quranda ilk dəfə dəmirdən bəhs olunan ayə ilə dəmirin əriməsindən bəhs olunan ayə arasında 1538 ayə var idi. Dəmir özü də 1538 dərəcədə əriyir. Və ya ikinci olaraq Quranda ilk dəfə gümüşdən bəhs olunan ayə ilə gümüşün əriməsindən bəhs olunan ayə arasında 962 ayə var dedik. Gümüş özü də 962 dərəcəyə çatanda əriməyə başlayır. Buna təsadüf demək ağıllı insan işi deyilkən, gəlin təsadüf deməyə heç yer buraxmamaq üçün bir örnek daha verim. Deməli, hər hansı bir Quran tətbiqinə girib, axtarışa günəş yazanda ancaq günəşdən bəhs olunan ayələr çıxacaq. Diqqət eləsək, bu ayələrdə ilk dəfə günəşdən Bəqərə 258-ci ayədə bəhs olunur. Ardınca aşağı düşüb ən son günəşdən bəhs olunan ayə hansıdır deyə baxsaq, Şəms, yəni Günəş surəsinin 1-ci ayəsidir. İndi həmin bu günəşdən ilk və son bəhs olunan ayələrin arasında nə qədər ayə olduğunu hesablasaq, 5778 etdiyini görəcəyik. Və ardınca axtarış bölməsinə istənilən dildə Günəş və 5778 yazdıqda Günəşin səthinin təqribi temperaturunun 5778 Kelvin olduğunu fərqli onlarla mənbələrdə görmüş olacaq. Bununla da görmüş oluruq ki, Quranda olan hər bir kəlmə, cümlə və ya ayənin yeri yaşadığımız bu kainat ilə birbaşa əlaqəli bir şəkildə yazılıb. Buna görə bu ayələr açıq-aydın görünür ki, bütün bu yaradılışların, qalaktikaların nizamı sahibi olan Allahın vəhy etməsi ilə yazıla bilər.